Səbəb və məqsəd zərfliklərini nümunələr əsasında fərqləndirək. Demin ikinci hissəsi səhifə 84, sual 20. Şahın üzünə ağ olduğum üçün məni buraya göndəriblər. Baxın, göndəriblər nədir? Xəbərdir, doğrudur mu? Nəyə görə? Şahın üzünə ağ olduğum üçün. Səbəb zərfliklərində yadda saxlayırıq ki, birinci iş zərfliyin özündə baş verir. İkincisi isə harda baş verir? Xəbərdə. Baxın, əvvəl şahın üzünə ağ olur. Düzdürmü? Ondan sonra bura göndəriblər. Demək, xəbər daha sonra baş verir. Ona görə burada səbəb zərfliyi olacaq. Yəni, bunun məntiqini tutsanız, asanlıqla ayırt eləyə biləcəksiniz. Digər nümunəyə baxaq. Yenə səhifə 84-də sual 18. Yuxusunda oğlunu görən ana ondan bir xəbər tutmaq üçün hərbi komissarlığa getdi. Baxın, burada xəbər nədir? Getdi. Nə etdi? Getdi. Məqsəd nə idi? Ondan bir xəbər tutmaq üçün, doğrudurmu? Baxın, birinci hərəkət, iş harda baş verdi? Xəbərdə baş verdi. Demək, burada səbəb zərfliyindən fərqli olaraq iş birinci xəbərdə başlayır. Daha sonra zərflikdə davam edir. Baxın, o hərbi komissarlığa gedir, ondan sonra xəbər tutur. Burada səbəb zərfliyindən fərqli olaraq hadisələr əksinə gedir.